Buz parçası nəzəriyyəsi böyümə və inkişaf haqqında ən rahatladıcı həqiqətlərdən biri. -5 selsiusda olan bir otaqda bir buz parçası təsəvvür elə. Temperaturunu artırırsan, heç bir şey olmur. -4, -3, -2 hələ də bərkdir. Görünür, səylər heç bir nəticə vermir. -1 hələ də sadəcə buz. Əgər fizikanın necə işlədiyini bilməsəydin, yəqin ki elə burada dayanardın. Sonra sıfıra çatırsan. Birdən buz əriməyə başlayır. Amma ərimə sıfırda başlamadı. Bütün zaman ərzində yığılırdı. Həyatdakı bir çox şey belə işləyir. Tərəqqi görünən olmazdan əvvəl yığılmağa başlayır. İşdən sonra yan layihə üzərində çalışırsan. İrəliləyiş yavaş hiss olunur, amma sistem formalaşır. Bacarıq itilənir. Layihə 1 işləyir, amma zəifdir. Layihə 47 daha təmizdir. Layihə 103 memarlıq formalaşıb. Layihə 200+ sistem düşünürsən. Layihə 365+ artıq sadəcə kod yazmırsan. Problem həll edən bir mühəndissən. Hər gün kiçik bir addım bir il sonra tamamilə başqa bir səviyyə deməkdir. Çox adam -1-də əl çəkir. Çünki o hələ də buz kimi görünür. Onlar bir dərəcə uzaqda olduqlarını fərq etmirlər. Bəlkə də sən geridə deyilsən. Bəlkə də sən sadəcə hələ sıfırda deyilsən. Temperaturu artırmağa davam et.